Allah Teala Kur'an-ı Kerim'də belə buyurur. Qul hadihi sabili ad'u ilallah ala basiretin ana ve men ittaba'ani ve subhanallah ve ma ana minel müşrikin. El arasında belə bir deyim var. Dünya bir pəncərədir, hər gələn baxar gedər. Biz də dünyanın müvəqqəti qonaqları və müsafirləriyik. Biz də gəlmişik dünyada bir şeylər görmüşük və yaşayırıq. Bu pəncərədən biz də baxırıq. Dünya pəncərəsindən. Dünya əhli dünyanı bir cürə görür. İman əhli dünyanı bir cürə ibrət dolu və ciddi bir münasibətlə qarşılaşır. Ciddiləşir, özünü yığışdırır. Hər nə ki, ürəyi istəyir, onu etmir. Amma dünya əhli üçün belə bir qeyd şərt yoxdur. O nəyinsə bir dərdini çəksin və özünü məsuliyyətə salsın. Burada mübarizə irəli gəlir. İnsanlar arasında mübarizə. Cihad. Bu, bizim də gördüyümüz dünyadan budur. Gözümüzü açandan elə dünya meydanında mübarizə görmüşük. Yaxşılarla pislərin arasında, haqla batilin arasında, zülmlə ədalətin arasında elə hey çəkişmədir, mübarizədir. Bəli, biz bu pəncərədən baxanda bunu görürük. Həyatımızda, dünyamızda. Bu mübarizə, möminlərin mübarizəsi 3 əsas üstündə qurulub. Birinci xəttir, ikinci davranışdır, üçüncü də hədəf. Başqa əsaslar da ola bilər, amma bunlar daha çox gözə çarpan əsaslardır. Xətt. Xəttimiz nədir? Yolumuz nədir? Rəvişimiz. Davranışımız necə olmalıdır? Rəftarımız. İstərseniz bu mübarizə meydanında bir rəftarlar var, davranışlar var. Üçüncü də məqsəd və hədəfdir. Hədəfimiz nə olmalıdır? Oxuduğum ayə-i şərifədə bu 3 əsas gözə çarpır. Allah Teala buyurur, qul ey Peyğəmbər de, hadihi səbili, mənim yolumdur bu. Bu mənim yolumdur. Xətti bəyan eləyir. Yəni, həyat yolu necədir? Əd'u ilallah. Allaha dəvət edirəm. Bu hədəfdir. Peyğəmbərin və Peyğəmbərin yolunu gedənlərin hədəfi. Dini təbliğ edənlərin və möminlərin hədəfi. Allaha tərəf çağırmaq, dəvət etmək, yəni Allaha çatmaq və çatdırmaq. Necə? Əla bəsirətin. Ənə və mən ittəbəəni. Mən də, mənə tabi olanlar da kör-körana yox. Allaha kör-körana çağırmırıq, dəvət eləmirik. Əla bəsirətin. Bəsirətlə, binəşlə, ayıqcasına, təfəkkürlə, ağılla Allaha tərəf belə dəvət eləyirik. Necə gəldi dəvət eləmirik. Və subhanallah. Çatırıq bu həqiqətə ki, Allah sübhandır, eyb və nöqsanlardan uzaqdır. Və ma ənə minəl müşrikin. Mən müşriklərdən deyiləm. Bu da təvəlla və təbərra. Allahı sevmək, Allaha görə sevmək. Allahın dostlarını sevmək. Allahın düşmənlərinə düşmən olmaq və onlardan olmamaq. Bu da təvəlla təbərradır. Başqa bir ayədə var, davranışı çox gözəl izah eləyir.
Ud'u ila sabili rabbika bil hikmeti vel mev'izetil haseneti ve cadilhum billeti hiye ahsen. Davranış necə olmalıdır? Peyğəmbərin davranışı necə olmalıdır? Allah Teala deyir, sən Allaha ki dəvət edirsən, kobud dəvət etməyə ixtiyarın yoxdur. Cəmaatı təhqir etməyə ixtiyarın yoxdur. Günahkar gördün, onları alçaltmağa ixtiyarın yoxdur. Hikmətlə dəvət etməlisən, yəni davranışın hikmətli olmalıdır, sözün hikmətli olmalıdır, mövizən gözəl olmalıdır, cəmaatı alçaltmamalısan mövizəndə. Bunlar hamısı diqqət yetiriləsi nöqtələrdir. Allah Teala peyğəmbərlərə belə düstur verib. Yəni bunu tələb eləyib. Yəni biri ki din adı ilə çıxdı, danışdı, mən Allahın adından danışıram da, nə gəldi deyim cəmaata, mənim ixtiyarım yoxdur buna. Allah Teala mənə deyib ki, necə Allah sizinlə gözəl davranır, siz də cəmaatla gözəl davranın. Və cadilhum billeti hiyə əhsən. Mücadilə edəndə də gözəl mücadilə edin. Yəni deyişəndə də deyir, gözəl deyişin. Bu davranışdır. Musa aleyhissalam, Harun aleyhissalamı Allah Teala Fironun sarayına göndərəndə, o ki deyir, Firon həddini aşıb. Gedin mənim tərəfimdən Fironu dinə dəvət eləyin. İzhəba ila firavna innehu təqa. O tuğyan eləyib. Gedin ikiniz də Fironun yanına. Gedin neyləyin? Mən Allah tərəfindən gedin onu təhqir eləyin. Deyin ki, sən ay filan olmuş beləsən, Allah sənə lənət eləsin. Deyir, yox. Gedin onunla yumuşaq danışın, dəvət eləyin, yaxşı formada dəvət eləyin. Fəqulə ləhu qavlən ləyyina. Ləalləhu yətəzəkkəru əv yaxşa. Onunla yumuşaq danışın, bəlkə ibrət götürdü, qorxdu, qayıtdı yola. Peyğəmbərlərin davranışı bu cür olub. Və hər kəs də Peyğəmbərlərin yolun gedir, qul hazihi səbili, budur bizim yolumuz və əla bəsirətlə biz yaşayırıq, irəli gedirik. Mən Peyğəmbər və mənə tabi olanlar da bu cürdür. Allah Teala deyir ki, bax gör Peyğəmbərlər necə rəftar eləyib, necə davranıb. Fəbima rəhmətin minallahi lintələhum. Bizim Peyğəmbər üçün Allah Teala buyurur. Sən ki cəmaatla mehribansan, xoşxasiyyətsən, bu Allahın sənə bir lütfüdür, rəhmətidir. Əgər bərk olsaydın, kobud olsaydın, acıdil olsaydın, hamısı sənin ətrafından dağlardı, parakəndə olardı. Sənin yanında bir kəs də qalmazdı. Cəmaatı dində saxlamayın da özünün bir metodları var, yolları var. Allah Teala bunların hamısını deyib, öyrədib. Hətta Həzrət Peyğəmbərə buyurur ki, möminlərlə müşavirə elə, məsləhət elə, onların fikirlərini öyrən. Demə, mən hamınızdan ağıllıyam, nə ehtiyacım var sizin bu məsləhətinizə, siz mənə yol göstərəcəksiniz yeri gələndə. Deyir, yox, onlarla məsləhət, məşvərət elə. Dinin mühüm hədəflərindən də biri islahdır. İslahat. İmam Hüseyn əleyhissalam o Kərbala yoluna çıxanda Mədinədən qardaşı Məhəmməd Hənəfiyyəyə vəsiyyətini eləyir. Yəni Bəni Haşimə vəsiyyətini eləyir. Deyir, mən dünya üçün çıxmıram, rəyasət üçün çıxmıram, zülm etməyə çıxmıram, fəsad yaratmaya çıxmıram. İnnəmə xərəctu لِتَلَبِ الْإِصْلَاهِ fi ümməti cəddi. Mən cəddimin ümmətində islahat aparmağa çıxıram. Yəni, bu ümmət
bu din reysindən çıxıb, yolundan çıxıb, bunları yenidən yola qaytarmağa mən çıxıram. Ümmətin içində fəsad yayılıb. Bu fəsadı aradan aparmağa mən yola çıxıram. Yəni, müsəlmanları fasid eləyiblər. İslahın zid mənası ifsaddır. Ayələrdə də var, indi oxuyacağım, ərz eləyəcəm. İslah nə deməkdir? İslah, yəni bir şeyi yararlı hala gətirmək və onu yararlı halda saxlamaq. Buna deyirlər islah. İslah, səlah sözündəndir. Səlah yəni ki, yaxşı, mətlub halda, lazım olan halda. İslah da, yəni ki, bir şeyi elə bir hala gətirəsən ki, yararlı olsun və onu saxlayasan, qoymayasan xarab olsun. İfsad bunun tam əksidir. Necə imanla küfür ziddir biri-birinə, elmlə cəhl, cəhalət biri-birinə ziddir, ədalətlə zülm biri-birinə ziddir, hidayətlə zəlalət biri-birinə ziddir, zid mənalarda bunlar. İslahla ifsad da belədir. İfsad nədir? Onun mənasının tam əksi. Yəni, xarab eləmək, xaraba qoymaq, yararsız hala gətirmək, yaxşı haldan çıxardım, onu yararsız eləmək, xarab eləmək. İfsadın mənası budur. Ayələrdə islahla ifsadı Allah Teala bəyan eləyir. Buyurur, Şuara surəsinin 151-152-ci ayəsində Allah Teala buyurur. Və la tuti'u əmrəl musrifin. İsraf edənlərin yoluna tabi olma, itaat eləmə onlara. İsraf, yəni ki, hər şeyi öz mizanından çıxartdı, xarab elədi. Yolundan çıxartdı, həddini aşdı. Əl-ləzīnə yufsiduna fil-ardı və la yuslihun. İsraf edənlər o cəmaatdır ki, yer üzündə fəsad eləyirlər və onu islah eləmirlər. Bəqərə surəsində də məşhur bir ayə var, 11-12-ci ayədə. Fəsad əhli, onlar ki, yer üzündə fəsad eləyir, onlar özlərin fəsad eləyən bilmirlər. Hətta öyünürlər, deyirlər, biz islah eləyirik, biz düzəldirik. Bu günləri bu dünyanı idarə edən o zalimlər, hamısı fəsad əhlidir, amma deyirlər ki, biz yaxşı idarə eləyirik, düzəldirik. Cəmaatı yaxşı yaşayışa çatdırırıq, özlərin müslih bilirlər. Amma əsl həqiqətdə Allah Teala deyir ki, onlar müfsiddirlər, amma özləri də bunu qanmırlar, müfsiddirlər. İslahla ifsadı nədə görə bilərik öz həyatımızda? İslah, yəni Allahın dini ola orada. Gözəl əxlaq ola, ibadət ola, əmr-i biməruf, nəhy-əz münkər ola. Bu islah olunmuş yoldur, Allahın yoludur. Hər kəs dünyada bunun üçün çalışa, onlar müslihdir. Hər kəs bunun ziddinə çalışa, bu açıq, aşkar deyilir də görmək olar. Kim dünyada müfsiddir, kim müslihdir. Kim din üçün çalışır, təmizlik üçün çalışır, insanların axirəti üçün çalışır, namaz qılması üçün çalışır, bunlar hamısı müslihdir. Amma o rəyasət kürsüsündə oturan şəxslər, hansılar ki, nəinki din üçün çalışır, dinin ziddinə çalışır, əleyhinə çalışır, qoymur cəmaat dinə gəlsin, qoymur möminlər, müsəlmanlar Quran öyrənsin, uşaqların məscidə getməsinin qabağını alır, əyləncəni, qumarı, şərabı rəvac verirlər. Bu fəsaddır da. Bunun ünvanını nədə görə bilərik bunlarda? Çox çətin deyil bunları görmək, ayırmaq və başa düşmək. Çətin bir məsələ deyil. Həzrət Əli əleyhissalam buyurduğu kimi, haqq yol gün kimi aydındır. Ehtiyac yoxdur. Bunu çox belə mürəkkəb bir ifadələrlə deyəsən. Hər kəs biraz Quran oxudu, anlayacaq haqq yol nədir, batıl yol nədir, haqq yol üçün çalışan kimdir, batıl yol üçün
çalışan kimdir? Və Hucurat surəsinin 10-cu ayəsində də Allah Teala buyurur: "İnneməl mu'minune ixvə." Möminlər qardaşdılar. Ardıca belə izah eləyir, deyir, açıqlayır. Fə əslihu beynə əxəveykum. Qardaşdılar. Necə bir evdə qardaşlar biri-birinin qeydinə qalırlar. O qardaşlar yox ki, onlar ki, düşmənçilik edirlər. Var belə qardaşlar, hətta qardaşının həyatına son qoyur. Belə qardaşlar da var. Allah bizdən uzaq eləsin. Amma Allah Teala deyir, baxın, bir ailədə qardaşlar necə rəftar eləyər biri-biri ilə? Bir-birinə əl tutar, mehriban olar. Çətin günlərində həyan olarlar bir-birinə. Möminlər də belədir. Məsciddə toplaşdılar, qardaş oldular. Bir ailə oldular. İndi necə davranmalıdırlar? Əgər 2 nəfər küsülü oldu, biri günah elədi, səbrə dəvət eləməlidirlər, tövsiyə eləməlidirlər səbrə, mərhəmətə, düzlüyə, o biri-biri ilə belə rəftar eləməlidirlər. Fə əslihu beynə əxəveykum. Qardaşlarınızın arasını düzəldin, Allah Teala deyir. Nə qədər biz bu dəyərlərə əməl eləyirik. İnşallah ki, yaxşı əməl eləyirik. Amma bu bizim biri-birimizə qarşı rəftarımızda özünü göstərəcək. Nə qədər biz qardaşlıq qanunlarına əməl eləyirik. Əl-mu'minu əxul mu'min hədisdə var. Mömin, möminin qardaşıdır. Onun gözüdür, qulağıdır, döyünən ürəyidir. Bir mömin qardaşının arxasıca əgər eşitsə qeybət eləyirlər bir məclisdə, gərək onları sustursun və yaxud o məclisi tərk eləsin, müdafiə eləməlidirlər biri-birlərini. Biz nə qədər buna əməl eləyirik, buna müvəffəqik. Allah Teala deyir ki, fəəslihu beynə əxəveykum. Düzəldin, qardaşların arasını düzəldin. Amma təəssüflər olsun bu günlər, bu dövr zamanında məscidlərə o qədər yad ünsürlər daxil olub ki, nəinki qardaşlıq, düşmənçilik və ədavət toxumları səpirlər, düşmənçilik yaradırlar möminlər arasında, qəsdən, bilərəkdən. Möminlərə vəzifədir, bunu müəyyən eləyib, tez qarşısını alsınlar. Və məqsəd, hədəf nədir? Qardaşlığı qorumayı. Məsciddə, Hüseyniyyədə gözəl mühiti, nurani mühiti, Allah istəyən mühiti qoruyub saxlamaq möminlərə vəzifədir. Möminlərin zəif yerlərindən istifadə edib, məscidə, Hüseyniyyəyə gərək nifaq, təfriqə salmasın bəziləri. Nələrdə islah etmək lazımdır? Və harada islah etmək lazımdır? Biz öz həyatımızda da islahat aparmalıyıq. Hərə öz həyatında, ailəsində islah etsə, düzəltsə, Allah deyən kimi eləsə, öz yaşayışını, ailəsinin yaşayışını, cəmiyyət də düzələcək. Cəmiyyət də düzgün formalaşacaq. Cəmiyyət ailə səngərindən ibarətdir. Hərə öz ailə səngərində burada uğur qazansa, ondan sonra cəmiyyətdən də xəyanət gözləmək artıq yeri yoxdur. İndi cavanlar görürük, doğru dürüst cavan da azdır. Evlənə bilmirlər. Bu da böyük dərdlərdəndir. Cavan oğlan özünə bab bir qız tapa bilmir. Var, demirəm yoxdur. Amma rast gəlmir. Cavan qız özünə uyğun, imanlı bir cavan oğlan tapa bilmir. Nə üçün? Çünki cəmiyyətin əksəriyyəti qeyri-ilahi yoldadır. Tamam, başqa yoldadır. Özümüz bunu görürük, müşahidə edirik ki, həyat nə qədər çirkabdan və günahdan ibarət olub, dolu olub. Bu cavanları indi bir-birinə qovuşturmaq lazımdır. Möminlər çox qüsur eləyir bu məsələdə. Yəni, cavanlar arasında irtibat yaratmaq üçün çalışmır, səy eləmirik. Cavanları tanıtmaq lazımdır bir-birinə, cavan oğlanı, cavan qızı. Evləndirmək sünnəti dində nə qədər sifariş olunub?
Nə qədər böyük savabı var. İki cavanı bir-birinə qovuşturmayın. Mömin qızla mömin oğlanı bir-birinə qovuşturmayın. Nə qədər çox sifariş olub və Allah Teala cənnətlə müjdələyib həmin insanları ki, iki cavanın arasında bu izdivac bağlarını yarada. Həzrəti Zəhra salamullah əleyhanın əsr namazından sonra etdiyi duada bir neçə yer var ki, Həzrəti Zəhra orada deyir ki, Pərverdigara, bar ilaha, mənim dinimi islah elə, dünyamı islah elə, axirətimi islah elə, məadımı islah elə. Bu üçünü indi burada ərz eləyəcəyəm. Həzrəti Zəhra salamullah əleyha buyurur, Allahümmə əslih li dini. Bar ilaha, mənim dinimi islah elə. Və huvə ismətu əmri. İşlərimin ən vacibi budur. Dünya sonra. Ən əsası bu əqidəni düzəltməkdir. Əxlaqı düzəltməkdir. Din necə islah olar? İnsan əqidəsini düzəltsin, sağlam eləsin. Şah Əbdüləzim Həsəni Rey şəhərində dəfn olunub və İmam Hadi əleyhissalamın dövründə yaşayıb. İmam Həsən Əskər əleyhissalamın dövründə yaşayıb. Böyük seyidlərdən olub. Hətta qəbrinin ziyarəti də sifariş olunub və çox savabı da var. Rey şəhərində, Tehran qırağında Rey şəhəri var. İndi Tehrana bitişidir. Şah Əbdüləzim Həsəni. O, İmam Hadi əleyhissalamın həmişə yanına gəlib gedərmiş. Səhabəsi imiş, şagirdi imiş. Ziyarətlərin birində İmam Hadi əleyhissalama deyir ki, mən istəyirəm əqidəmi sənin üçün izhar eləyəm, deyəm, sən bax. Bax, gör, düzdür, düz deyil. Tevhidi deyir, nübüvvəti deyir, məadı deyir, imaməti, imamları bir-bir sayır, gəlir çatır İmam Hadi əleyhissalama. İmam Hadi əleyhissalam deyir, ardı da var, onu da öyrən. Oğlum İmam Həsən Əskəri əleyhissalam 11-ci imamdır və Həzrəti Hüccət 12-ci imamdır. Salavat Peyğəmbər, Ali Peyğəmbər. Allahümmə salli alə Muhammed və ali Muhammed. Həsən Əskəri əleyhissalamın oğlu, o da sizin 12-ci imamdır. Bir ustadımız var idi, əqaid məsələsinə çox sifariş edərdi. Allah ruhunu şad eləsin. Həmişə deyərdi ki, əqidənizi düzəldin. Səhih əqidəyə sahib olun. Əqidə mövzusunda çox işləyin, mütaliə eləyin, kitablar oxuyun. Nə qədər biz bu mövzuda işləyirik, əqidə mövzusunda. Tevhiddə nə qədər mütaliə eləyirik. İmamımızı, Peyğəmbərimizi nədə sevindirə bilərik? Bunda. Ən çox bunda sevindirə bilərik. Allahı doğru dürüst tanıyaq, tevhidimiz möhkəm olsun. Büdürəməsin, tevhiddə səhvə, xətaya yol verməyək, yoxsa ibadətimiz də sual altına gedəcək. Nübüvvətdə, imamətdə, bəzi şiə balaları var, təəssüflər olsun, imamətdə çox şəkkə, şübhəyə düşüblər. Nədəndir? Mütaliə etməməkdəndir. Nədəndir? Əhl-i Beyt yolunun müxaliflərinə çox dinləməkdəndir. Onları dinləyir, şəkkə düşür, gedib axtarmır, gəlib soruşmur. Biz də bu məclislərdə əsasən elə mövzular seçirik, ola bilsin, bəzilərinin könlücə olmasın, bəzi mövzular, amma mən buradan bunu izah eləmək istəyirəm ki, o cavanlar ki var, bizə müraciət eləyir və o cavanlar gələcək nəsildir. Biz baxırıq, görürük, cəmiyyəti bizim cavanları nə maraqlandırır? Ən çox da elə əqidə məsələləri maraqlandırır, şükür Allaha. Və biz bunu qənimət bilməliyik, qucağımızı açmalıyıq. Bu mövzulardan çox danışmalıyıq, az danışırıq. Əsas mövzular bunlardır. Bu məclislərin də əsas təşkil olunma hikməti budur. Bu məclislər ki, dini məclislər ki, təşkil olunur, Rovzadır, Mərsiyədir, onlar ikinci plandadır. Əsas bu söhbətlərdir. Dini, etiqadi söhbətlər. Həyata düzgün baxış, mələikələr aləmi, mələikələrdən yuxarı ərş var. Ərş nədir?
Ərş Allahın məkanıdır. Ər-Rəhmanı aləl ərş istəva. Bu Əhl-i Beyt yolu ilə getməyənlər deyirlər, ərş Allahın yeridir. Allah da bu, necə mən minbərdə oturmuşam, Allah da oturub yuxarıda hamısını oradan görür. Bəzilər belə yanaşır. Bu Əhl-i Beyt yoluna ziddir. Məqul, rasional əqidəyə ziddir. Allahın ki, yeri oldu, Allah olacaq məhdud. O özünün başqa Allaha, yaradana ehtiyacı olacaq. Allah belə olmamalıdır. Yer var, sonuncu üfüq. Biz sonuncu üfüqdəyik. Bu materiya aləmi sonuncu üfüqdir. Amma ucu bucağı yoxdur. Hardan hara işıq surəti ilə bunu keçələr gedib çata bilməzlər bir qırağına. Bunun ucu bucağı yoxdur. Deyir, ələ mələkələr aləmi 7 təbəqə, əlləzi xələqə səbə səmavatın tibaqa, 7 səmanı Allah Teala təbəqə yaradıb. Bu təbəqə nədir? Mələkələr dərəcəsi. Səma deyəndə mələkələr təbəqəsidir. Yəni bir təbəqə mələkə o biri təbəqədən yuxarıdır dərəcəsi. O biri təbəqə mələkə o biri özündən aşağıda olan təbəqədən yuxarıdır. Qalxır 7-ci təbəqəyə Cəbrail əleyhissalam, İsrafil əleyhissalam, Mikail əleyhissalam, Əzrail əleyhissalam, bu 4 böyük mələk ki, o ən yuxarı təbəqədir və bəzi mələkələr ki, biz onların adını hətta eşitməmişik, onlar böyük mələkədir. Səhifə-i Səccadiyənin 3-cü duasında var. İmam Zeynalabdin əleyhissalam mələkələrə salam verir. İmamımızın belə bir dənə duası var Səhifə-i Səccadiyədə. Elm doludur, mərifət doludur. Oxuyaq, tanış olaq, mələkələri tanıyaq. Gəlir və sonra deyir ki, ərşi həml edənlər, mələkələrdən də yuxarı qalxan var. Ərşi həml edənlər var. Qafir surəsinin 7-ci ayəsində Allah Teala bunu açıqlayır. Əllezine yahmilunal arşa və men havlahu. Bunlar hamısı əqidədir də. Bu Qur'anla, Əhl-i Beyt kəlamları ilə, bunlar hamısının gərək bunun dərinliyinə gedək. Əsl şiə mütəfəkkir olmalıdır, filosof olmalıdır, arif olmalıdır. Sonra sinə döyəndə də, roza eşidəndə də səmimi qəlbdən bizə qəm, qüssə gələcək, kədər gələcək ki, insanlar nəyi itiriblər? Nəyi itiriblər, nəyi əldə eləyiblər? Biz öz halımıza, bu cəmaatın, bəşəriyyətin halını ağlayacaq. Bəli, o ülvi şəxsiyyətlər ki, o qədər ali səviyyədə yaşayıblar və o da bizi kədərləndirəcək ki, bax, bunlar yaşayıblar, gəliblər insanları saadətə çatdırsınlar, amma o insan ki, saadəti axtarır, xoşbəxtliyə axtarır, bu saadət çırağı bunun yanında ola-ola onu söndürür. Zülmdür də bu. Özün də zülmətə qərq eləyir, ətrafındakiləri də zülmətə qərq eləyir. Zülmətin mənası elə budur da, ilahi nuru söndürmək, zülmət yaratmaq, qəlbləri boğmaq, təfəkkürləri məhv eləmək. Zülmət budur da. O zalimlər də elə bəşəriyyətə vurduğu ən böyük zərbə budur. İnsanları bu Allah yolundan məhrum eləmək və yəbğunaha ivəcə. Ya məhv eləyirlər, Allah yolunun üzərində əngəl olurlar, ya da ki, onu əyirlər. Gördülər ki, yasudduna an sabilillah, sədd ola bilmirlər. Yəni, sədd olmaq nədir? Qoymurlar insanlar Allah yoluna getsin. Sədd ola bilməyəndə əyirlər. Dini başqa cürə göstərirlər. Öz nəfslərinə uyğun, meyillərinə uyğun din bir dənə düzəldirlər. O din ki, deyir, Allahın dini deyir ki, zalimə itaat eləmə, israf əhlinə itaat eləmə, dünya əhlinə itaat eləmə, Quran ayələridir. Amma görürsən, fırlanıb elə bir din düzəldirlər ki, deyirlər, padşah, hakim, zalim də olsa ona itaat eləmək vacibdir. Bunun tam müqabil nöqtəsi, ziddi. O din ki, gəlir, deyir, zalimi rədd elə, əgər bir zalim gəldi, sizin başınızın üstünə çıxdı, sizə hökmranlıq eləmək istədi, əgər razı oldu, siz də onun tayısınız, günahkarsınız. Nə üçün cəmiyyətlər bu günə qalıb? Vaxtında danışmamışıq, vaxtında susmuşuq, oğurluq olub, göz yummuşuq.
Haqsızlıq olub göz yummuşuq. Demişik, mənim nəyimə lazım? Mən demirəm, dava eləyək. Ərz elədim, davranış nədir? Möminin davranışı nədir? Mülayim olmalıdır. Amma demir ki, danışmayın, reaksiya verməyin. Deyir, danışın, iş görün, oturmayın. Yoxsa dövr-dövr fırlanacaq, o zülümdən ki, qaçırsınız, o zülmü öz əlinizlə yetişdirəcəksiniz, gətirəcəksiniz, öz başınıza çıxardacaqsınız o zülmü. Bu artıq gecdir. Yəni, bunlar gəlib çıxıblar bizim başımıza dünyada. Bir ara, ümumiyyətlə, heç bu haqdan, Allah yolundan danışmaya imkan vermirlər. Amma indi bu zamanada bir dəstə çıxıb ki, vuruşur Allah yoluna görə. Can verir, şəhid verir. Şükür Allaha. Hər kəs istəyir, dünya da abad olsun, gərək çalışsın, zəhmət çəksin. Və ən leysə lil insanı illa ma sə'a. İnsan nə üçün səy edərsə, o çatar insana. Sonra Həzrəti Zəhra salamullah əleyhə buyurur, Allahümmə əslihli dini, dünyaya, əlləti fiyhə məaşi. Var ilaha, mənim dünyamı islah elə. Dünyamı islah elə. O dünya ki, həyatım buradan keçir. Ahirətimi bu dünyada qazanıram. Və la tənsə nəsibəkə minəd dünya. Deyir, ayədə var, deyir, vəbtəği fīmə atəkəllahu darəl axirə. Dünyada yaşayırsan, ahirət üçün yaşa. Allah ki, sənin üçün ahirət həyatını nəzərdə tutub, onu qazanmayı bacar. Dünya iki qismdir. İmam buyurur, dünya balığa və dünya məlunə. Səni ahirətə çatdıran dünya, bir də məlun dünya. Məlun dünya nədir? Lənətlənmiş dünya. O dünyadır ki, insanı öz kamına çəkə, özünün əhli edə və insanı həyatdan alanda da ona heç nə verməyə. Öz kamına çəkib, öz ağuşunda onu dəfn etdirib, onun coru olub, əridib özündə, amma müqabilində heç nə verməyib insana. İmansız, əməlsiz insan köçüb dünyadan. Dünya da qalmayıb ona. Qalmır ki, dünya kimə qalır? Və la tənsə nəsibəkə minəd dünya və əhsin kəma əhsənəllahu ileyk. Dünyadan öz nəsibini deyir, unutma, ayədə var. Kim deyir Allahın bəndələri üçün halal etdiyi zinətləri haram edib? Dünyada da yaşamaq lazımdır. Amma dünyaya məftun olub əsir olmaq qəbahətdir. Dünyada da yaxşı yaşamaq lazımdır və dünya möminlər üçün elə yaradılıb. Ahirətdə də o nemətlər möminlər üçün xassıdır. Xalisətən lil-müminin ayədə var. Möminlər üçün xalisdir o nemətlər. Kafirlərə dair ahirətdə bir nəsib yoxdur. Amma dünya həyatında biz bunun tam əksini görürük. Görürük ki, kafirlər daha yaxşı yaşayır. Bir ayədə var, Allah Teala buyurur ki, əgər insanlar dünya əhlin olmaqda vahid ümmət olmasaydı, mən deyir, kafirlərin damlarını da gümüşdən eləyərdim. Qapı pəncərələrini gümüşdən eləyərdim. O qədər deyir, onlara varlı zəngin eləyərdim, dünyanı verərdim deyir onlara. Amma nə olacaqdı? Burada da mömin olmayacaqdı. Heç kəs də iman gətirmək istəməyəcəkdi. Deyəcəkdilər, belə düşünəcəkdilər ki, deməli, yaxşı yaşamaq demək budur ki, yəni kafir olasan. Deyir, orada insanlar bir ümmətə dönəcəkdi. Və İmam Sadiq əleyhissalam buyurur ki, əgər dünyanın Allahın yanında zərrə bir ərzeşi olsaydı, ağca qanadından deyir, zərrə ərzeşi olsaydı, deyir, kafirlərə heç bir udum su verməzdi. Bir qurtum su verməzdi. Dünyanın əgər Allah yanında bir dəyəri olsaydı. Deyir, dəyərsizdir bu dünya. Ona görə nədir? Elə kafirlərə çox verir. Çünki kafirlər üçün o biri aləmdə bir həyat yoxdur. Və əslihli axirəti əlləti iləyhəm məadi. Həzrəti Zəhra salamullah aleyhə buyurur. Var ilahi, axirətimi islah elə. O axirət ki, dönüşüm oradır. Əla surəsində Allah Teala buyurur, bəl tu'thirunəl həyatəd dünya. Dünya əhli dünya həyatının dalıca gedir.
Vəl axirətu xeyrun və əbqa. Amma axirətdir, xeyirli və baqi qalan, insanlara baqi qalan. Tilkəd darul axirəh necəluha lillezine la yuriduna uluvven fil ardı və la fəsada. Bu axirət diyarını deyir biz o insanlar üçün nəzərdə tutmuşuq. Kimlər ki yer üzündə, yer həyatında təkəbbürlük etmir və fəsad eləmir. Axirəti biz onlara peşkeş eləyəcəyik, hədiyyə eləyəcəyik. Vəl aqibətu lil muttaqin. Xoş aqibət, xeyirli aqibət təqva əhli üçündür, təqvalı insanlar üçündür. Bəli, Allah Teala bizim dinimizi də, dünyamızı da, axirətimizi də islah eləsin. Allah Teala bizi xoşbəxt bir əbədi həyata çatdırsın. Bu iki dəstənin arasında olan mübarizənin nəticəsidir islah və ifsad. Bu günləri biz bunu görürük. Kərbalada da bunu gördük, peyğəmbərlərin həyatında da bunu görürdük, oxuyuruq və İmam Həsən əleyhissalamın Kərbalada iki az yaşlı körpəsi var idi. Biri Əliyə Əsğər, biri də Həzrəti Rüqəyyə. 3 yaşında qızı Həzrəti Rüqəyyə. Çox əlaqəsi var idi İmam Həsən əleyhissalamın Həzrəti Rüqəyyəyə. Rüqəyyə də atasını çox istəyərdi, çox sevərdi. İmam Həsən əleyhissalam döyüşə gedəndə, gəlir vidalaşanda xeymədə olanlarla. Qızı Rüqəyyə çıxır qabağına, deyir, ata, teşnəyəm ata. Ata, teşnəyəm, susuzam. İmam Həsən əleyhissalam çarəsiz deyir, bilirəm qızım teşnəsən, Allah səni sirab eyləsin. Allah səni sirab eyləsin, bilirəm teşnəsən. Şəhid rəhbərimizin də balaca 14 aylıq bir nəvəsi var idi, gördük. Şəhid rəhbərimizin də o nəvəsinə çox sıx əlaqəsi var idi, çox sevirdi. Qulaq asıram bu, o qızın atası danışır, deyir, rəhbərin deyir, o qədər ona iştiyağı var idi, sevgisi var idi. İşi qutaranda həvəslə gedirdi ki, nəvəsini görsün. İşi qutaranda həvəslə gedirdi nəvəsinin yanına. Yatmamışdan qabaq gedirdi nəvəsinin başının üstünə. Nəvəsin tumarlayırdı, oxşayırdı. Və deyirdi, Allahın mənə hədiyyəsidir bu qız, mənim bu yaşımda. Məni sevindirir, Allah məni sevindirir. Bu qız babasından ayrılmadı. Babasını çox istəyirdi, babasının ağuşunda da qaldı, yatdı. Amma Həzrəti Rüqəyyə atasını görmədi. Şam xarabalarında atasını istədi. Deyir, İmam Həsən əleyhissalam ki, dedi, qızım, bilirəm teşnəsən. Allah səni sirab eyləsin. Amma elə ki, Üsaraya su verdilər, qarət elədilər xeymələri. Su verdilər, Həzrəti Rüqəyyə o suyu içmədi. Qaça-qaça getdi Kərbala meydanına. Dedi, atam susuzdur, atama su vermək istəyirəm.